Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdi. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Qeyd olunmuşdur ki, 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, vətəndaş qarşı durmasından xilas edərək dövlətçiliyimizin əsasını möhkəmləndirmiş, ordu quruculuq və təhlükəsizlik sahəsində mühüm islahatlara imza atmışdı. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının və onun siyasi kursunun bugün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Başkomandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyi, torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimizin tam bərpa olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdı. Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Qurtuluş Günü ilə əlaqədar təbrik telefonoqramı şəxsiyyətə çatdırılmışdı. Dövlət Sərhəd Xidməti rəisinin təbrik telefonoqramında Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və ölkədə sabitliyin, inkişafın təmin olunmasında tarixi dönüş nöqtəsi olduğu bildirilmişdi. Tədbirlərin sonunda şəxsi heyətə Qurtuluşa doğru sənədli filmi nümayiş etdirilmişdi.